Biz verilişimizdə bayaq xatırlatdığımız kimi həmkarım İntiqam Mehdizadə iştirak edir, Bünyam Rəfiyev iştirak edir və mən çox istədim ki, elə qızının adını çəkdim. Günel bugünkü verilişimizdə iştirak eləsin, atası haqqında bir-iki kəlmə söz desin, amma çox utandı, çəkindi və nəsə rəva bilmədi özünə bu verilişdə söhbət eləsin. Ona görə yox ki, nəsə tərəddüd keçirdi. Yox, sadəcə olaraq görünür, o etik normaları gözləyən bir gənc kimi dedi ki, atamın verilişində mən yaxşı sözdən başqa nə deyə biləcəm, ona görə də bu təbiidir, verilişdə iştirak eləmədi. Ancaq bu verilişin ərsəyə gəlməsində, hazırlanmasında elə Günelin xidməti, əməyi çox böyük oldu, səyi böyük oldu. Yəni, müəyyən mənbələrə üz tutmaqda, müəyyən Natiqin yaxınlıq elədiyi, simsar saydığı dostlarının ünvanını elə o bizə bir söylədi, dedi. Mən bir şeydən, bugünkü verilişimizdə xatırladım ki, elə söhbət eləyirik. Yuxarıda mən bayaqları İntiqamla söhbətimdə də xatırlatdım ki, Natiqi adama bağlayan cəhətlər, tərəflər çoxdur. Yəni, biri yol yoldaşlığından saatlarla danışa bilər, biri məclisdə oturuşundan, duruşundan saatlarla danışa bilər, biri ailə canlı olmasından nə qədər sizə danışa bilər və bir qism adam da onun yaradıcılığından ürək dolusu danışa bilər. Natiqin yaradıcılığı başqa bizim həmkarlarımız kimi köşkülərdə sıraya düzən kitab müəllifi olmasa da, amma onun elə bilginən ki, hər sözü, hər söhbəti, hər rəftarı, hər münasibəti bir yazılmamış kitabdır. Onu gərək onunla yaxın olan adamlar duysun, yaxın olan adamlar, necə deyərlər, hiss eləsin. Bu mənada mən də çox az hallarda Natiqlə oturub durmuşam, xüsusilə yol yoldaşı olmuşam. O yol yoldaşlığımız elə bir təsadüflə bağlıdır ki, yəni biz xeyir işə yox, bir yas yerinə getmişdik, uzaq bir bizim rayonlarımızdan birinə. O yol boyu deməli biz belə oldu ki, bir gedəsi olduq, bir maşında gedəsi olduq. Onun az danışmağı, arabir danışmağı, o şirin yumoru, onun özünə məxsus, Natiqə məxsus o atmacaları, planları illər keçdə adamın hafizəsində qalır. Bir də görürsən ki, bir adam səhərdən axşama qədər səndən olur və saatlarla, necə deyərlər, danışır və o danışıqdan heç nə yadında qalır. Amma Natiqin hər bir sözündə, hər bir atmacasında, hər bir münasibətində, hətta mən deyərdim ki, baxışında nümunə götürmək oldu, örnəklik var. Eyham var, yaxşı bir xal var, yaxşı bir güşə var, yaxşı bir yadda qalan məqam var. Mən yenə də xatırladıram ki, ən yaxşı deməli məqam odur ki, bugünkü bu söhbətimizin yekununda biz həmkarımızın özünü dinləyək. Yəni, mən verilişimizin əvvəlində demişdim ki, Natiq bu günləri bizim verilişimizin qonağı olacaq və o öz ürək sözlərini sizinlə bölüşəcək. İş elə gətirdi ki, Natiq verilişimizə gəlib çıxa bilməsə də, evdə özü öz ürək sözlərini lentə köçürüb, qızı ilə bizim verilişimizə göndərib. Belə deyək ki, radio mənim üçün məbəddir. Mən bunu istehsalsız deyirəm. Mən bunu gəlişi gözəl söz kimi demirəm. Yəni, doğrudan da radio mənim ürəyimin ən təmiz yeridir. Mən açığın deyimdə, şəhərə düşəndə radio televiziya komitəsinin binasının yanından keçirəm. Və hər dəfə aramsız ürəyim sıxılır, açıq deyim. Mən radioya gedirəm, ancaq gedəndə mən o hissi keçirtmirəm ki, necə mən onun yanından keçib gedəndə o hissləri keçirdirəm. Bilirsiniz, qayıtmayan şeylər var, çox böyük xiffətlər var. Bax, belə bir xiffət yeri mənim üçün radiodur.
mən, Mövlud Süleymanlı, Vaqif Əlixanov, İntiqam Mehdiyev, Məmməd Oruz və başqaları. Mənə elə gəlir ki, biz indi də görüşə bilərik. Ancaq biz o cür gözəl söhbətlər eləyə bilmərik. Biz o cür kədərlənə bilmərik. Biz o cür ağıllı, təmiz ola bilmərik. Yəni bunlar ötüb keçmiş günlərdir. Yəni biz o günlərin içindəyik. Və mən indi də geçsəm radioya, bu adamlarla da görüşsəm, mən həmən Natiq deyiləm, Mövlud həmən Mövlud deyil, Vaqif Əlixanov həmən Vaqif deyil. Radio, bilirsiniz, radioda qəribə, ən demokratik yer idi o vaxtlar. Qovulanlar, mətbuatdan küsənlər, hər yerdən əli üzülənlər hamısı radioya gəldilər. Orada həmi çox yaxın dostların görürdülər. Həmi təsəlli tapırdılar, həm də çörək pulu tapırdılar. Mən elə gəlir ki, bəzən mən də, Mövlud da, Vaqif Əlixanov da biz çox adamları xilas eləmişik o vaxtlar. Dar ayaqda, yəni hər yerdən əlləri üzüləndə, bədbinliyə qapılanda gəliblər və onlar üçün elə bir qapı açılıb. Onlar istəyiblər ki, yaşamaq olar, bundan sonra da yaşamaq olar, hər şey gözəl olacaq. Biz həm verilişlər eləyirdik, həm mənə elə gəlir ki, yaxşı verilişlər eləyirdik və bu bizim üçün hasant başa gəlmirdi. Bəlkə Mövlud üçün hasant olurdu, çünki o həmişə elə otaqda yazırdı. Mənə bir qədər əziyyətlə yazırdı. Mənim üçün gərək evdə axşam sakitlik olardı, çay təzgahı olardı. Və Mövlud görürdüm ki, necə başqalarının yazılarını işləyir. O heç vaxt demirdi, pisdir, zəifdir. O başa düşürdü ki, bunu vermək lazımdır mütləq. Çünki bu həm bunun üçün mənəvi təsəllidir, həm də bunun çörək puludur, başa düşürsünüz. Yəni, bununla yaşayır, onun başqa yerdən heç bir qazancı yoxdur və Mövlud sakitcə, yaxud Vaqif, bunlar sakitcə işləyirdilər, tamam bəzən elə kənara qoyub yazırdılar və bunu təmənnasız eləyirdilər, yəni üzünə də vurmurdular ki, biz belə işlədik, belə elədik, belə yaxşılıq elədik. Yəni, bunu biz belə təbii şəkildə eləyirdik. Radio, bilirsiniz, hər bir nəsil elə bilir ki, o daha istedadlı idi, o daha təmiz idi, o daha mehriban idi. Mənə də elə gəlir ki, çünki bizdə, mən kollektiv sözünü işlətmirəm, bizdə kollektiv yoxdur, bizdə ailə idi. Məsələn, mən Gənclik redaksiyasını deyirəm, Fəridə xanım Babayeva idi, Aslanbəyova, Arif Şəfizadə idi, Esmira idi, Mövlud idi, mən idim, Əlisa idi, Hökümə idi. Biz bilirsiniz, bəlkə də onda heç yaşamaq indiki qədər çətin idi və bundan asan deyildi. Həmişə keçmiş bir qədər gözəl görünür adama. Ancaq bir-birimizin yanında olanda o qədər özümüzü rahat, o qədər özümüzü yaxşı hiss eləyirdik. Yəni biz toy bayram kimi gəlirdik. Biraz belə gürültülü səslə, hər halda böyük sevinclə gəlirdik, bilirsiniz. Bizdən çox da yaşlı deyildi Fəridə xanım, bir növ elə anamız kiminidir. Biz də onun uşaqları kimi belə, yəni həm qayğımıza qalırdı, lazım gələndə danlayırdı. Nə bilim, bilmirəm, indi o radio, həmən o ailə ki deyirəm, o yəni ailə hissi varmı adamlarda? Ancaq yenə mən deyirəm, radio mənim üçün çox belə təmiz, çox gözəl yerdir. Siz Ömür Yolu verilişini dinlədiniz. Verilişimiz həmkarımız Natiq Səfərova həsr olunmuşdu. Verilişdə jurnalistlərdən İntiqam Mehdizadə və Bünyam Rəfiyev iştirak edirdi. Verilişi jurnalist Elman Qarayev aparırdı. Rejissoru Sevinç Nəzərəliyeva, səs operatoru Aynurə Üzeyir qızı idi. Sağ olun.